Düşünürəm, vaxt itirmədən davam eləyək. Vasif Hoca detallı məlumatları verdi. Febril netropenik xəstələrdə yaxınlaşma ilə bağlı detallı bütün məlumatlar verildikdən sonra bir vaka sunumu ilə davam etmək istəyirəm. Ümumiyyətlə, doktorun da qeyd etdiyi kimi, febril netropenik xəstələrdə infeksiyaların əsasını məhz bakteriyalar təşkil edirdi, hansı ki, çox hissəsini. ESMO-nun sonuncu guideline-ında 2016-cı ildə səhv eləmirəmsə, güncəllənmiş guideline-ında bu haqda məlumat var ki, bakteriyemiyaların 20% təsdiqlənir və bu təsdiqlənmiş bakteriyemiyaların 5% qram pozitivlərin, 18% isə qram negativlərin təsdiqlənməsindən sonra xəstə ölümü ilə nəticələnir. Bu da o deməkdir ki, biz vaxt itirmədən antibiotik terapiyasına başlamalıyıq. Qeyd etdiyim kimi bir xəstə məlumatları ilə davam edək. Deməli, xəstə 58 yaşlı qadın xəstədir. Diaqnoz mielomenositar leykozdur. Kimyəvi terapiyada sitarabindən istifadə edilib. Kimyəvi terapiyadan 2 həftə sonra xəstə şikayətlərlə xəstəxanaya müraciət eləyir. Yüksək temperatur, üşütmə, titrətmə, halsızlıq və özünü pis hiss etmə halları vardır. Az öncə doktor qeyd etdi ki, febril neutropeniya xəstələrində tək əlamət belə ola bilər. Bu da temperaturdur. Xəstə fiziki müayinə edilir, ümumi vəziyyəti kafi olaraq dəyərləndirilir, bütün sistemlər detallı müayinə olunur, kateter giriş-çıxış yerləri varmı, damar içi kateter yerləri varmı və infeksiya mənbəyi aşkarlanmır. Daha sonra xəstədən ilkin laborator testləri istənilir və laborator testlərinə görə neutropeniya, dərin neutropeniya şəklində dəyərləndirilir. Leykositlər aşağıdır, hemoqlobin olduqca aşağıdır və trombositlər də aşağıdır və biokimyəvi analizlərdə də müəyyən dəyişikliklər baş vermişdir. Kəskin faza zülallarına nəzər yetirdikdə reaktiv zülal qalxmışdır, prokalsitanin də pozitiv olaraq dəyərləndirilmişdir. Burada aparılmış bir araşdırılmada göstərilir ki, prokalsitanin febril netropenik xəstələrdə daha çox bakteriyemiyanı aşkarlayacaq bir vasitə kimi kəskin faza zülal kimi istifadə edilə bilər. Lakin o antibiotik terapiyasının gedişatının izlənilməsində bu haqda hələ də müəyyən kifayət qədər məlumat olmadığına görə mülahizələr davam edir. Mikrobioloji testlərə gəldikdə doktor az öncə qeyd etdi ki, bəli, qan kültürü istəmi edilməlidir. Burada biz mikrobioloq olaraq xüsusilə əgər venöz kateter varsa, bir set kateterdən və bir periferik venadan eyni anda olmaqla 2 set qan kültürü istəyirik. Əgər venöz kateteri yoxdursa 2 set qan kültürü istəyirik. Bunun da əsas səbəbi febril neutropeniya xəstələrində əsas törədicilər qram pozitiv bakteriyalardır və qram pozitivlər içərisində də daha çox Staphylococcus epidermidisdir. Və bu Staphylococcus epidermidis bizim normal dəri mikrofloramızda da var. Yəni biz bunu dəqiq ayırd etməliyik ki, bu kontaminasyondurmu yoxsa xəstədə törədicidirmi? Buna görə mütləq şəkildə 2 set istəyi edilir. Bu xəstədə isə ilkin müayinədən sonra, müalicədən əvvəl 1 set qan kültürü alınır və ekstra olaraq sidik kültürü istəyi də edilir. Xəstə mas skorlamasına görə qiymətləndirilir və yüksək risk qrupuna daxil olduğuna görə stasionar müalicə başlanılır və yatışın ilk günü piperacillin, tazobaktan və vancomycin intravenoz başlanılır. Bir gün sonra sidik kültür nümunəsində mikroorqanizm inkişaf etmədiyi şəkildə raporlanma olur, hemoqram günlük təqib edilir. Müalicənin 3-cü günündə temperatur 38 dərəcənin yuxarı olmasına görə xəstədə fiziki müayinələr təkrarlanır, laboratoriya testləri təkrar istənilir, qalaktomandan testi laboratoriyaya göndərilir və xəstəyə meropenem başladılır və eyni zamanda ikinci set qan kültürü laboratoriyaya göndərilir. Yatışın və meropenem müalicəsinin 5-ci günündə xəstənin ümumi vəziyyətində daha da pisləşmə müşahidə olunur və temperatur 38 dərəcədən yuxarı olması hala yenə də davam edir, hipotoniya yaranır, fiziki müayinə təkrarlanır, pozitiv bir simptom olmur, qan kültürünün nəticəsi hələ də gözləmədə olur, testlər təkrar istənilir və ilk günə görə SRP olduqca artmış şəkildə, leykositlərin sayı getdikcə düşür, neutropeniya isə daha dərin, hətta bir gün sonra daha dərin neutropeniya aşkarlanmış olur xəstədə. Doktor Vasif doktora sual vermək istəyirəm. Bu periyodda biz antifungal müalicəyə başlamalı mıydık artıq? Tamam, eşidir. Əslində bu riskli xəstə olduğuna görə az öncə tabloda da göstərdiyimiz kimi mütləq burada antifungal müalicə başlanmalıdır. Amma mən yenə də qram negativ müalicəni də düzənləyərdim. Çünki əslində o şöbədə daha öncə təsdiq olunan bir infeksiyon var mı, yoxmu, kolonizasyon baxımından o da ciddi araşdırılmalıdır, veriyə də ola bilər buna səbəb olan. O baxımdan da mütləq direnci bir patogen varsa o da mütləq gözdən keçirməlidir, amma antibakteriyal müalicəni genişləndirib.
antifunqalda başlamaq lazımdır. Aha, laboratoriyaya qaloktomandan testi göndərilmişdi. Nəticə neqativ olaraq bildirilir, lakin kandida şübhəsi Burada bir şey de üzüstüm. Qanda qaloktomandan testinin nəticəsi pozitiv olsa belə də %50-51% ehtimalla yanlış pozitiv ola bilər. Çünki kandida aspergillus infeksiyonunda mütləq dəqiq qol standart toxuma biyopsisində və ya orada aspergillus PCR testinin pozitiv nəticəsinə görə və ya alınan lavajda PCR nəticəsinə görə qanda qaloktomandan pozitiv olsa belə də %100 bu funqal infeksiyon demək deyil. Demək deyil, bəli. Və kandida SPP şübhəsi hələ də davam edir. Yatışın 6-cı günündə meropenem vankomissin müalicəsi davam edir. Xəstənin günlük müayinə və təqiblərinə davam edilir. Nəticə qan kültür nümunəsinin mikroorqanizm inkişaf etdiyi şəkildə nəticə verilir və psevdomonas SPP aşkarlanır xəstədə. Çox təəssüf ki, multidirəncli bir psevdomonas SPP-dir. İstər karbapenemləri olsun, istər digər antibiotiklər olsun, hər birinə multidirənclilik göstərir. Burada qeyd etmək istəyirəm ki, kalisini mik şəklində verə bilmirik. Çünki YUKA standartlarına görə biz kalisini raporlamaq üçün mütləq şəkildə onu maye mikrodilüsyon üsulu ilə təsdiqləməliyik. Bu təsdiqlənməni edə bilmədiyimizə görə kalistinə bir mikrodilüsyon verə bilmirik. Və bundan sonra xəstənin müalicəsi üçün doktor yenə sizə müraciət edeyim. Müalicəni necə eləyək? Monoterapiya, yoxsa birlikdə terapiyadan, kombinat terapiyadan istifadə edək? Müalicəni necə aparaq? Əslində burada çox ediləcək bir şey yoxdur. Çünki hər şey dirəncli bir infeksiyondur, psevdomonas söyləyib. Amma burada ən azından nəyi vermərik deyə bir sual. Məsələn, biri tək kolistin vermərik. Çünki kombinə bir müalicə tövsiyə olunar. Xüsusilə də rezistent bir infeksiya varsa. Məsələn, kolistin tigesikilin kombinasiyası doğru deyil. Çünki tigesikilin antipsevdomal bir ajan deyil. Amma kolistin meropenem, kolistin tazasin, amikasin kombinasiyaların birini hətta bu cür dönəmdə mən düşünürəm ki, üçlü belə verə bilərik. Yəni çünki fərqli qruplardan beta-laktam, aminoqlikozid və kolistin, polimiksin, beta-laktam və aminoqlikozid olmaqla üçlü verər. Çünki burada artıq edə biləcək bir şey yoxdur. Rezistentlik var. Amma yenə də şöbə də mütləq araşdırılmalıdır. Çünki bu cür əgər multidrag rezistent bir psevdomonas varsa, daha əvvəldən də bu cür xəstələr olubmu? Birinci, bunun infeksiyon kontrolu da çox önəmlidir. Başqa xəstələrə ən azından keçini önləmək lazımdır bu baxımdan. Aha, təşəkkür edirəm. Bu xəstədə kolistin amikasin olaraq müalicə davam edir. Amma təəssüf hissi ilə bildirmək istəyirəm ki, yatışın 9-cu gündə xəstənin temperaturu davam edir və vəziyyətin ani pisləşməsi ilə xəstə itirilir. Digər bir klinik vaka, bu daha qısadır. 56 yaşlı kişi xəstədir. Diaqnoz kəskin mieloblast leykemiyadır. Kimyəvi terapiyada yenə strabindən istifadə edilir. Terapiyanın 17-ci günündən sonra şikayətlər başlayır. Yüksək hərarət, halsızlıq və öskürək tutmaları şəklində xəstə müraciət edir. Xəstə fiziki müayinə olunduqdan sonra yenidən infeksiya mənbəyi aşkarlanılmır. Xəstənin ilkin laboratoriya testləri istənilir. Yenidən dərin neutropeniya halı müşahidə edilir. Leykositlər, hemoqlobin və trombosit, xəstənin qaraciyər sınaqları yüksək göstərir və prokalsitanis reaktiv zullar yüksək olaraq göstərilmişdir. Xəstəyə mas skorlaması edilir, yüksək risk qrupuna daxil edilir, yataraq müalicə başlanılır. Yatışın ilk günündə qan kultivasiya nümunəsi göndərildikdən dərhal sonra meropenem vankomissin intravenoz başlanılır. Hemoqram günlük təqib edilir. Müalicənin 3-cü günündə temperatur 38 dərəcədən yuxarı olmasına görə xəstədə müayinələr təkrarlanır və xəstədə öskürək tutmaları daha da artır. Tənəffüs sistemində baş vermiş şikayətlərlə əlaqədar olaraq infeksiyon xəstəliklərin qadlayınına əsasən bu xəstədə KT istəyi edilir və qaloktomandan testi göndərilir və xəstəyə varikonozol başlanılır. KT-nin nəticəsi gəlir, sağ ağciyərin orta payında lateral segmentdə dairəvi şəkilli kütlənin olduğu qeyd olunur və aspergilloma lehinə dəyərləndirilir. Yatışın 5-ci günündə qan kultivasiya nümunəsi neqativ olaraq bildirilir, qaloktomandan testi pozitiv olaraq gəlir, varikonozol müalicəsi davam edir. Xəstəliyin 13-cü günü xəstənin temperaturu normallaşır, neytrofil sayı normala dönür və neytrofil sayının tam normala dönməsi halıdır və bitdi. Diqqətiniz üçün təşəkkür edirəm.